Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi xidmət göstərdiyi abonentlərin 90%-ni 24 saat fasiləsiz içməli su ilə təmin edir. 2026-cı ilin 6 ay ərzində Göyçay rayonu üzrə 122 su, 142 kanalizasiya qəzası operativ olaraq qəza bərpa qrupu tərəfindən aradan qaldırılıb. Həmçinin şəhər ərazisini su ilə təmin edən 6 su anbarında plan qrafikə uyğun olaraq yuyularaq dezinfeksiya işləri görülür. Şəhər ərazisində içməli suyu təmin etmək üçün rayonun Potu kəndində yerləşən bir sayılı nasos stansiyasından ötürücü nasoslar vasitəsilə şəhərin Nizami və Şəhriyar küçələrində yerləşən 8000 kubmetr həcmi olan su anbarlarına ötürülür. Ambarlardan isə öz axını ilə istehlakçılara çatdırılır. Yaranmış çirkab inşa olunmuş 159,3 kilometr şəbəkə vasitəsilə şəhər ərazisindən kənarlaşdırılaraq rayonun Şəhadət kəndində yerləşən sutkalıq gücü 10.000 kubmetr olan çirkab təmizləyici qurğuya ötürülür. Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Göyçay rayonu üzrə şəhər arası daxil olmaqla 43 məntəqəyə içməli su xidməti göstərilir. Bundan şəhər ərazisi və 7 kənd üzrə 12.111 əhali abonentinə 578 qeyri-əhali abonentinə xidmət göstərilir. Əlavə olaraq 35 məntəqəyə isə quraşdırılmış ictimai bulaqlar vasitəsilə ödənişsiz xidmət göstərilir. Göyçay rayon 2-ci Ərəbcəbirli kəndində 2016-2017-ci illərdə şəhər şəbəkəsinə birləşməklə inşa olunmuş bulaq şəbəkəsi 26-cı ilin 1-ci rübündə son inşa işləri yerinə yetirilərək paylayıcı şəbəkəyə çevrilmiş, 293 abonentə fərdi qaydada birləşmə verildikdən sonra əhali içməli su ilə təmin olunmuşdur. İdarə əhalini içməli su ilə təmin etməklə yanaşı, əkin sahələrinin suvarılmasında mütəşəkkil aparır. Su itkisinin qarşısının alınması, suvarma suyunun maneəsiz olaraq əkin sahələrinə çatdırılması üçün Çaxırlı, Alpod, Qızılağac, Hüngültü, Mallışıqlı, Hacıağabəyli, Ərəbşahverdi, Müskürlü və digər suvarma arxlarında lildən təmizləmə işləri aparılıb. Hazırda Alxasafa, Bığır, Hacalkənd, Mirzə Hüseynli, Çaxırlı, Ərəbşahverdi, Müskürlü və Üngültü suvarma arxlarında lildən təmizləmə işləri davam etdirilir. O cümlədən şəhər daxilindən keçən Mallışıqlı, Potu, Çərəkə, Qarabörk, Gəzyan və Şəhadət suvarma arxlarında lildən təmizləmə işləri aparılıb, qazılmış lil və digər çöküntülərin avtomaşınlarla daşınması təmin edilib. Həmçinin şəhər daxilindən keçən Mallışıqlı, Potu, Çərəkə, Qarabörk və Gəzyan suvarma arxlarında texnikanın işləməsi mümkün olmayan yerlərdə əl ilə lildən təmizləmə işləri həyata keçirilib. Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Göyçay rayonu üzrə 26.568 hektar suvarılan əraziyə xidmət göstərir. Əkin sahələrinin suvarılması Göyçay çayı, Şirvan suvarma kanalı və Yekəxana su anbarı olmaqla 3 mənbədən təmin edilir. İdarəmiz 1666,6 kilometr suvarma kanallarından və həmin kanallar üzərində olan 1886 hidrotexniki qurğu vasitəsilə suvarmanı həyata keçirir. Cari ilin 6 ay ərzində suvarma axlarında 258.000 kubmetr həcmində lildən təmizləmə, Göyçay çayının məzrasında 62.000 kubmetr məzra təmizləmə işləri aparılmışdır. Həmçinin 9 ədəd hidrotexniki qurğuda cari təmir və 76 metr məsafədə beton kanallarda cari təmir işləri aparılmışdır. 2026-cı ilin 6 ay ərzində suvarmanın mütəşəkkil keçirilməsi üçün bütün suvarma arxlarında və hidrotexniki qurğularda olduğu kimi Qarayazı beton kanalına texniki baxış keçirilib. Kanal üzərində olan akveduk və dükellərdə əl ilə kanalda ekskavatorlar lildən təmizləmə işləri aparılıb və bütün qurğular işləyə vəziyyətə gətirilib. Rayonda hər il olduğu kimi bu ildə fermerlər, bağ sahibləri və digər təsərrüfatçılar məhsuldarlıqdan razılıqlarını bildiriblər. Biz Potu kəndində yaşayırıq. Bizim əsas dolanışığımız kənd təsərrüfatındandır, bağçılıqlandır, məşğul oluruq. Əsas suvarmada suyumuz var, sudan çoruq çəkmirik. Prezidentin köməkliyi ilə, onun tapşırığı ilə nə lazımdır bizə köməklik edirlər. Heç bir problemimiz yoxdur.
Qeyd edək ki, Göyçay su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən rayonda sel və daşqınlara qarşı da mübarizə tədbirləri aparılır. Göyçay çayında sel suları zamanı yaranan çətinliklərin aradan qaldırılması, rayonun Cəyir, Potu, Ulaşlı, Şıxlı kəndlərinin əkin sahələrinin yuyulmasının qarşısının alınması üçün məcra təmizləmə işləri aparılıb və hazırda bu işlər davam etdirilir.